belə hörmətə layiqdir. Amma nədənsə özlərini zibil beləsi kimi istifadə etməyə icazə verir. Naykonun qorunu çox böyük və eybək. Amma tapa bilmədim. Sonra fikirləşdim ki, yəqin... Heç bir qazın olmaz. Amma mən gəlmədim. Uzaq görünür. Təyin olunmuş müfəttiş. Bu mənim üçün böyük şərəfdir. Qarbalara münasibətiniz necədir? Qarba deyəndə... Quşu nəzərdə tutursunuz? Məyər quş olmayan qarba da var? Biz evdə qarba saxlayırıq. Bəli, qarqa. 2 gün əvvəl pır eləyib pəncərədən içəri girdi. Gün orta olana qədər ta biz onu tutana kimi dayanmadan evdən uçdu. Tutandan sonra gözlərini yaraladı. Biz də qərara gəldi ki, onu evdə saxlayaq. Səhv eləmirəmsə çox böyük quş olmalıdır. Elə deyil. Belə də təxminən belə. Bu boyda belə. Sırtı şeydir ki. Evdə quş saxlamaq hiç sürmüdür. Onu harada saxlayırsınız? Qonaq otağında. Kef eləyiniz üçün. Suçum getmək istəmir. Hay. Onu elə bağlamamışam ki. Deməli, siz Gülüş Akademiyası Tiyatro'nun turkususunuz, ha? Yəqin məndən əvvəlki müfəttiş belə hədiyələri məmnuniyyətlə qəbul edirmiş. Məni satın ala bilməzsiniz, ha? Yox, siz məni düz başa düşmədiniz. Məni ürəyimi yumuşatmaq istəyirsiniz. Yox, əsla, nə danışırsınız? Gəlin işə keçək. Açıqlı deyirəm, sizin işiniz məni zərrə qədər də maraqlandırır. Mən heç vaxt tiyatroda olmamışam, ədəbiyyatı filanı da boş bir şey hesab edirəm. Şəxsən mənə qalsa bütün tamaşaları qadağan edərdim. Bütün tiyatrolarda bağlayardım. Bəli, bağlayardım. Nəyə lazımdır tiyatr? Hə? İndiki şəraitdə bu çətin dövrdə kimə lazımdır tiyatr? Nə ilə məşğuldur bu tiyatr dediğiniz? Ha? İndi komediya vaxtıdır. Əylənmək deyib gülmək vaxtıdır. Ha? Buyurun cevap verin. Yoktur cevap. İndiki şəraitdə bu çətin dövrdə biz bir xalq olarak yumruq kimi birləşmək. Bəli, birləşməliyik. Birləşdik. Müəyyən uğur əldə elədik. İndi yenə də birləşib bu ağır vəziyyətdən çıxmaq haqda fikirləşməliyik. İndi şənlik məsələcə vaxtıdır. Bəli. Əsl mövqe elə belə olmalıdır. Deyirsiniz evdə pişiriklər. Bəli. Narahat olmayın. Evə apararam. Soymayın ki. Ha? Yox, hələ istidir. Ondan qoyun qalsın burada, mən onu bəlkə birində apardım deyirəm. Yox. Aparsam yaxşı olar. Sağ olun. Mən özüm onu şəxsən... Yox, məncə aparsam yaxşı olar. Qoyun qalsın yerində, mən özüm onu...
Bakın geçti. Siz ona ben kalsın yerinde ben şansa alalım. Yok ahaklarım ahaklarım. Koy yerine. Gel işinize kaydı. Eğer hoşunuza gelmeyen nəsə varsa, deyin, bu saat dəyişərəm, özümlə kağız da gətirmişəm. Romeo ve Julieta komedya. Bel komedya. Tarafından aparılmış istintak hareketlerin neticesinde aşkar edilmiş bir şey. William Shakespeare adlı bir gerçek dramaturgu mevcut olmuş. Ve mesela William Shakespeare bu adda bir piyes yazmıştı bu arada. Bilirsiniz? Məsələ burasındadır ki, mən Shakespeare-in orijinal əsərini komediya eləmişəm. Cenab Shakespeare'in özünden icazə alırsınız. Ha? Ben Cenab Shakespeare. Yok! Yok! Ben de bu piyese icazə verebilirim. Axı niyə görə? Niyə görə icazə vermirsiniz? Niyə görə icazə vermirsiniz? Deyin, mən bilmək istəyirəm də. Deyin, bilim, niyə görə icazə vermirsiniz? Bilməm, çox əziz çəkmişəm. Deyirsiniz, icazə vermirsiniz. Ona göre ki bu eser değil, Sibil'dir. Ben bu güneşi komedyen okuyanda bir defa da gülmedim. Komedya okursansa gerek ölesin, öyle değil. Benim hiç dudağım da kaçmadı. Demeli, bu Zibil'dir. Axı bunu yazmaqla iş bitmir. Aktyorlar onu səhnədə oynamayana qədər bu əsərin nə qədər gülməli olduğunu bilmək olmaz. Onda zahmet olmasa oynayın. Necə? Oynayın. Təsəvvür edin. O quşsan da, quş. Nə yüksəkliklərdə uçmağı başlayırsan. Bu da səni xoşbəxt eləyər. Ama. Ama ürəyin istəyəndə uça bilmirsən, ha. Buna müxtəlif şəklər mane olur. Vaxt geçmə, çox pisdir. Ya da güclü yapıyor. Çok romantik. Ne buna mutlu olabilecek? Buna mamone olabilecek akla gönül. Ona göre de bazen uçabilirsin. Bazen oh ya. Uzun müddet uçabiliyorum da. İçinde harcanmayan enerji yığılıp kalır ve özlerim rahat edeme başlıyor. Sen de güneşmeye başlıyorsan bir nasıl anlıyorsun? Ne dedi? Ben kolumu yılanlıyım. Bağlıyor. Aşağılama hissi günde. Hatta uçmağa icazə verilmədiyi üçün bu his sənə tanışdı. Bu his sizə tanışdı. Tanışdı. Bu his sənə tanışdı. Eğer oynayabilsem icazə vereceksiniz. Eğer güldürebilseniz. Bu məqamda rejissor qaça gəlir ortaya. Müqəddəs ata, altaylasınız. Sizin çıxışınızın ikinci hissədədir. Acizane, xahiş edirəm məni bağışlayasın.
Bu məqamda tamaşaçılar başlayın alqışlamağa, əl çalmağa, alqışlayanlar ay sağ Ben devam edelim. Azizim Romeo. Ah Romeo. Benim Romeo. Kifayettir. Yumoru tuttunuz. Yumoru. Elbette, elbette. Möhteşemdir, möhteşemdir. Cenab-ı Rahmetli. Möhteşemdir. Bəs niyə demirsiniz ki, həm də genialnidir? Çox əladır, çox əladır. Amma mən bu əsərə icazə verə bilmərəm. Gedə bilərsiniz. Bağışlayın. Dayanın. Dayanın. Dayanın, dayanın. Ne olursun, ha? Ne olursun? Benim sizin tiyatrı məhv fikrim yoktu. Ben de adamam, benim de ürəyim var. Ama yarın başımızı işledik. Buyurun, buyurun. Bir şartım var. Eğer sabah səhərə kadar siz bu piyesi benim diyeceğim şərtlərə uyğunlaşdırsanız, da ben bunun hazırlanmasına etiraz eləmərəm. Ziyadə təşəkkür eləyirəm. Əldə elədiyim məlumata əsasən bu William Shakespeare'nin Hamlet adlı bir əsərdə yazıb bu barədə eşitmişsiniz? Hamlet! Ondan eşitmişsiniz. Lap yaxşı, lap yaxşı. Orada sabah səhərə qədər Romeo və Juliet. Hamlet'e değişir. Əlbəttə qalanı göstərmək zamanı deyil. İndi intiqam və qissas vaxtı. Zalimə sonra qurban vermək vaxtıdır. Siz ne danıştınız? Bir qədər yeni piyas yazmaq. Siz ne danıştığınızı bilirsiniz. Ne danıştığınızı bilirsiniz. Yeni piyas yazmak için bunun adı tanrı var. Siz müellif nedir bilirsiniz? Müellif ne demekti? Müellifin yaratıcılık paradigması. Müellifin skabiyografyası. Siz ne demek ki bunun için insanlar ne kadar eziyet çekirler? Eser yazmak için onun adını tanrını, mevzu mefhumunu, zaman formasını, üslubunu tayin elemeyi lazımdır. Bunun strukturu var. Evvelki tanrıcı, sonraki tanrıcı. Sonra bunun gelişi var. Bunun hadiseler düzümü var. Bunun mübarizesi, kulminasyası, esas hadisesi var. Burada çok var. Final var. Siz ne taşınızı bilirsiniz? Öyleyse gibi yapıyorsunuz. Asan meseledir. Sen bilirsin bu. Asan meseledir. Burada hele ne kadar meseleler var. Burada ilgili abi maksat. Ooo! Ver. Konflik var, konflik. Ver. Burada var. Kim var? Kahraman var. Kahraman. Diğer pehlivan var. Sıkıcı esaslandırma. Aman Allah. Esaslandırma. Burada artık bir tapılması. Bu asırın tayin olunması. Makinsa, prases, bloklar, geçitler. Sonra Sultan Monses, Grenadier, onu söyleyeceğim. Bütün bunları sekreterden kaynaklanarak uza çıkarmalısın. Emanasyon! Hiç olmazsa 2 gün var. Bir gün. Bizim tiyatroda bir aktör, bir yapımda değil Hans aktörde ama onun atası zoologdu. O diyor ki kargalar her şeyi yiyirler. En çok sevdiği her şeyi bilirsin.
inanmayacaksın. Sıçan. Eğer evde sıçan yoktursa onda balaca cüceden bile överebilirsiniz. Deyəsən mən nəsə oxuyuram axı. Zəhmət olmasa sus. Üzr istəyirəm. Cəfəngiyə, cəfəngi. Mən bu əsərə icazə vermirəm. İndi nə xoşunuza gəlir? Ay, mən bütün gecəni yatmamışam, mən yazmışam, əziyyət çəkmişəm, iki əsəri bir-birinə üç bəla ilə birləşdirmişəm mən. Ne olsun yazmışsınız ya? Kargalar hafta ne değildeyiz? Allah seninle. Ellerine çürüyle, leşiyle Orada tatlınızın evlerine ver. Ay yuva bu, yuva. Kargalar. Eğer hoşunuza gelmese öyle atarsız geçsin. Sizin kökeler yaman tatlı da. Doğru. Ama hoşuna geldi. Hop. Çok yakışır. Siz bunu güzel bir güne güzeldi. Yola yaxşı. Abi gece ise əsərlər mənim başda dəyişmişsiniz. Onda mümkünse, eğer mümkünse, eğer bize bugün icazə verebilseniz çok yaxşı olardı. Əlbəttə məşq eləməlisiniz. Amma mən məsələn bu səslənmir, yaxşı səslənir. Hamlet və Julietta, komediya. Bəli. Bu iki əsəri bir-birinə bir də hər dəfə iç zülmü ilə birləşdirə bildim mən. Allah. Adam deyirəm, məlli adam qarıya vurmur. Biraz da keçəndən sonra intikam almağı tamamilə yaddan çıxarıb başlayır Julietta'ya girişməyə. Komedyalı değil. Gülüşün təbiatı bekliyor. Elbette her şey kendime yalan olur. O zaman gülüş yaranır. Bir de ki, ben size həqiqətən minnətdaram. Nəyə görə? Eğer dünən siz demeseniz, belə bir şey mənim ağlıma çok gəlmədi. Tamaşanın bir sonu, zavallı müəllifi mecbur edir ki, Romeo Juliettanı Hamlet'le birleştirsin. İkinci səhifəni açın. İndi mühabbet əhvalatı göstərmək vaxtı değil. İndi intikam ve qisas vaxtıdır. İndi özümüzü ali məqsədlərə qurban vermək vaxtı bu. Bəli. O gün mövzusu məhz Hamlet. Bu değerli fikirleri yazmaya bilmezdim. Yaxşı. Bu yeri başka türlü yazar. Lazım değil. Boy necə yazıbsa elə də qalsın. Doğrudan da. Bunu məndən yaxşı kim deyə bilərdi? Özü də belə möhtəşəm. Sürekli bak bu cür değişmeyi hem çok uğurlu bir tapıntıdır. Çok gülmelidir. Bilirsiniz nə var? Mənim heç vecmədə deyil, bu əsər gülməli deyil, icazə verə bilmərəm, vəssalam. Ne olur icazə Vəssalam. Edə bilərsiniz. Ya. Bu əsərdə məni qane eləməyən bəzi məqamlar var. Axı siz bu barədə heç nə demədiniz. Dünən gün çox ağır idi onu. Böyle fikirləşdim ki, birini də üstə qoymaq mı? Uzaksızlıq var. Böyle. Son qərarımı eşidin. Əgər siz bu əsəri
sabah səhərə qədər verəcəyim şərtlərə uyğunlaşdırsaz, onda onun hazırlanmasına icazə verərəm. Daha ne eləməliyim? Ha? Siz bu əsərdə mütləq Allah imperatoru qorusun ifadəsini işlətməlisiniz. Bu mümkün değil. Allah imperatoru korusun ifadesini işletmek gayrimümkündür. Yaşadığı məbəddə rahib Nayqunu burnuna göre tanıyırdılar. Onun burnu üzünün bir tarafından diğer tarafına gidip gelen, çenesinin altına kimi uzanan 15-20 santimetrelik yoğun bir sucuk gibi sallanırdı. Nayqu burnuna göre çok əziyyət çəkirdi. Burnu onun sutraları oxumasına, meditasiya eləməsinə, hətta yemək yeməsinə belə mane olurdu. Nayqu burnuna göre çok əziyyət çəkmişdi. O burnunu qısaltmaq üçün eşitdiyi, bildiyi, öğrendiği bütün vasiteleri yoklamıştı. İtxiyar bitkisini kaynatıp burnuna damıstırmış. Sıçan sütüyle burnunu hatta olmuştu da. Ama bunların hiçbirinin ona faydası olmamıştı. Bir gün paytaxtdan qayıdan genç müritlerden biri Nayquya yeni burun kısaltma usulunu danıştı. Nayqu bu usulu da sınavdan geçirmek kararına geldi. Usul ise çok sadeydi. Burnu kaynak suyun içinde saklama ve ayak altında yaxşı tapdalama. Nayqu burnunu kaynar kazanın içerisinden çıkarıp yere uzandı. Yüzünü yana çevirip burnunu döşemeye koydu. Genç mürit onun burnunun üzerine çıkıp yaxşı tapdaladı. Sonra bu əməliyyatı bir de tekrar elədilər. Nayqunun burnu əməlli başlı kısalmıştı. Ama insanlar yine de Nayquya gülürdüler. O gülüş evvelki gülüşlerden farklıydı. Evveller insanlar Nayquya gülende utanar, yüzünü yana çevirer, kısın arkasınca gülerdiler. Ama indi onun yüzüne baka baka burnunu gösterip qəhqəhəylə gülürdüler. Nayqu çok peşman olmuştu. Bir kış akşamı burnunda kaşıntı hisseledi. Düşündü ki soyuq değmesi var. O yatmağa... Yer tapıb soruşturursun da, yazsın siz bu işi siz yaxşı bilirsiniz. Yok mümkün değil bakalım. Allah imperatoru korusun. Mümkün olmayanı mümkün ediyen yerdi. Bu komedya be komedya. Bilirəm, əlbəttə bilirəm. Komedya sadece insanları Komediya ki, sadəcə insanları güldürməlidir. Deməli, o heç komediya deyil. Belə olan surətdə bu ifadə 3 dəfə səslənməlidir. Allah imperatoru korusun, Allah imperatoru korusun, Allah imperatoru korusun. Eğer razı değilsin sonunda 4 dəfə işlənməlidir. Razıyam. Onda
Sabah tezdən eyni vaxtda görüşürük. Salamat. Yumruya görə də çox sevindim. Ülgərə mən sənini minnətdarımı çatdırım. Qurumuş budaqda qarğa görünür. Payız axşamı. Əsər indi daha maraqlı olur. Sizin tövsiyələriniz sayəsində daha gülməlidir. Kömək eləyə bildiyim üçün məmnunum. Başqa iradınız, təklifiniz yoxdur ki? Mənim? Yox. Amma polis rəisinin balaca bir xahişi var. Xahiş elədi ki, cüzü bir şeydir, ha? O xahiş elədi ki, aslında bir polis rolu əlavə edəsiniz. Səni tamaşada daha da maraqlı eləyən duzu məzəli bir polis var. Ama bu ne cevap ya? Bu mümkün değil. Elə değil, mümkün olsun da. Mümkün değil de. Əsərdəki hadisələr orta əsrdə baş verib. O vaxt polis olmayıb ha. Böyle olmuyor. Elə buna göre iki tayfa birbirini kırıp çatırdı. Biz bu sefer düzeltmeliyiz. Bu vaxt necə? Nəzərinizə çatdırım ki, Bir-birlərinə baxdılar. Var bayağın külək budağı zadı tərpədir, amma külək əsmir. Qadın nəfəsini dərdi, ətrafa göz gəzdirdi və ürəyinə damlı ki, elə bu dəqiqə nəsə pis bir şey baş verəcək. Amma bir şey gözə dəlmirdi. Nəsə yollarına davam elədilər. Buraya yerləşdirdi, o yerləşmə. Ayaqlarını əridi. Qadın dodağını gəmirdi. Ola bilər, amma o qədər dəli deyil ki, diqqət çəvirməsin. Başqa bir söz demədi, çünki onu sevirdi, bir-birlərini sevirdilər. Bir aydan sonra da toyları olacaqdı. Ona görə hər türlü şeydən ötürü belə qanqaraçını çalmaq lazım deyil. Tutaq ki, ayaqlarını ərin, amma nə olsun? Heç sadəcə belə ayaq qadından əvvəllər yaxınlığım olmuyor. Ona görə, bəlkə sərxoşlanma yox, mən belə bu görüşməyeyim. Bir də sənin qulağında bir kere qalma. Düz qulağının içində özü də çox iyrənç olurlar. Qadın dodaqlarını biraz da möhkəm gətirməyə başladı. Yeri gəlmişəm, səndən tər iyi gəlir. Biz yayda tanış olsaydıq çətin ki, bir də səndən görüşmək istəyərdim. Qadın dodaqlarını biraz da möhkəm gətirməyə başladı. Ne olub sən, axı, ne belə eləyirsən, axı sən heç vaxt. Bundan söylədi, görürsən köynənin içində, kirin içindədir, köynənin yaxası kirin içindədir, nə pinti qadınsan sən. Bu nədir belə, bunlar elə hamısı deyil, Oğlaqlarındakı sırğanlığı tapırsan, bu sənə yanaşmıyor. Yox, taxmışsan bir dənə dəmir halqada burnuna keçirərdim, boğazındakı zoruna yaxşı gedər. Ayağın zorunda, oynən donuzun boğazına oxşuyur. Donuzun boğazına gombul piyini donuza. 20 ilə anabın tay olacaqsan, 20 ilə yeməyi daran kimi tıxışdırırsan, donuz kimi tıxışdırırsan. Yeməyə evinizi gömürəm mən, evinizi. Mədəni şəkildə desək, xanadır, benzin töküb oturasın, külü göyə sorrula. Necə görə deyirsən, elə bu var ki, ağrıdan ağzını əyə, aşağı çöməldi. Bu el belə ağrıdan ölürəm, nə olsun? Görmüsən, dadınca bilmirəm, elə bir dərman şık yanır, üzüm soyulur. Qadın əlini omuzuna dokundurdu, üzləri saxıb geri tükülməyə başladı sonra. Qıpqırıcət göründü, qadın ortadan geri hoppandı, işimiz bir gülməyə başladı. Üzüm qalan dərsində soymağa başladı yerində qıpqırıcı ət göründü. Bunun iki qayda düşdü. Dodaqları yoxa çıxdı, dişlərini qıcadı. Elə bilirsən səndən başım gəldiyi üçün görürsən. Yox, əvvəl axır səni yemək üçün. Donuz kimi. Ve bir ticaret parçası kadını kovmaya başladı. Onlar gücüyle kaçırdı. Hele kadınlardan birinin dükkanında serihli bir eğer onu köyneyinin boğazından kamarladı. Onda kadın bir bağırdı ki. Şunu kucakladı.
Sana pis yutu göründü. Ah benim Juliet'im, güzel Juliet'im. Ah, Juliet'im, benim Juliet'im. Ah Juliet'im, sana yazdığım duygularımı Göyerçinin ayağına bağladığım kağızla gönderdim. Uç, tez ol uç. Allah imparatoru korusun. Allah imparatoru korusun. Allah imparatoru korusun adlı Göyerçinin. Ah. Sizin numaranıza başa düşüyor. Endi de
gerçeğin adı olduğu Allah imperatoru qorusun. Dəyişərəm, dəyişərəm. Ümumiyyətlə, bir dəqiqə. Göyərçinə. Bak göyərçinə. Allah imperatoru adını, bu Allah imperatoru qorusun adını. Necə vermək olar? Kimin ağlına gəlir? Düz. Gəl açığım danışım. Gəl açıq danışım. Buyurun, buyurun. Sizin əsəriniz getdikcə bilirsən, mənasız olur. Əgər soxuşdurmaqdırsa, onda qoy atın adı olsun Allah imperatoru. Olar. Yox, bir. Əgər əsərinizə icazə almaq istəyirsinizsə, ictimai əxlaqın müdafiəsi baxımından bir səfər belə olur. Sənin. Öpüşməsin. Ay, yox, ama dəyişmə. Ayıbdır. O məşqanda mümkün. Bu əsl düşmən deyir ki, Yox. belə balaca bir balaca Onda icazə verin, yanaqında bir balaca maç eləsin. Onu ürəyindən öpsün. Ürəyin qəfəslərindən, pərdəsindən öpsün. İcazə verin ciyərindən, bəlkə bir ürəyindən öpsün. Bağrınızdan öpsün. Ötküsənizdən, damarlarınızdan, zülallardan, leykositlərdən. Bəlkə icazə verəsiniz. Cəmi bircə dəfə icazə verin. Bak. Ümumiyyətlə heç kimdən öpür olmaz. Qadağandır. Yaxşı, dəyişmərəm. Cavan oğlan, burası sizin için ne kanadı ha? Ne kanadı? Acaba sizin bu çevir tadı mutadı oyununuzla oynamak hani yavaş yavaş özümden çıkarır bırak. Ne edebiyatın üstünde de haberli falan fakültesi. İcazə verin. Cəmi bircə dəfə. Hüceyrələrinizdə, icazə verin. Hüceyrələr qaldı. Hasan! Hadi bu. Hamile. Hadi neymiş? Hadi ne bu? Hamile. Hadi. Hadi ne diyorsun ya? Siz ne demek? Ne demek bu sene? Dedik. Ayıp olsun. Ben böyle çiçeği var tutacağım altı. Ayıp değilsin. Ne demek? Ne demek bu sene? Sanmışsınız. Ey yaş. Sen ortasında kucağılaşmışsın Ulan. ya. Bunu. Gene. Hadi. Neyim Bırak. Bırak. Hadi. 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 Gel. Hadi. Aha. Çık lan. Çık. Çık. Çocuk başa düşüyorsunuz da. Bak görürsünüz. Afçarka. Kaç başa düşüyorsunuz da. Bu mitroluna atlıyor oynayacağım. Birbirlerine bakırlar. Hamlet yavaş yavaş Juliet'ten soyulur. Onların dodakları birbirine tokunanda. Kimse onlara mani olacak. Bu şeyler nereden geldi aklınıza? Dedim yazığında burnum zəhmə sözümə qulaq asın. Şey yazıb, bilmem, neyim, tanıram, el alem için çapılmıyorum ben da özür dilerim. Zəhmət əlim sözümə qulaq asmır. Yaxşı. Sabah səhərə qədər hər şey güzel. Diyorlar, xahiş elədilər ki, bunu sizə çatdırım, sərçədir. Yuvanı hələ atmamışsınız. Sabah olmaz. Ya kimdir ki benim kuşlardan hoşum gelir? Ha? İstəmirsinizsə mən bir apararam da. Kayıplıklar çok iyi. Bəli. Bu da yemidir. Bir həftəyə bəs eləyər. Yemidir. Bilirsiniz, Merhaba Türkiye'den sonra
gəlmişkən arvadınız necədir? Yəni qulaqlı deyirəm. Ha, ya yaxşıdır, sağalır, sağalır. Düz deyirsiniz, düz deyirsiniz. Bəlkə, başına fikrini dağılar. Belə, oxudum. Polis rolu hoşunuza geldi. Çok mahsur olmasın diye onu keşikçi kimi vermiş. Reis, bugün süt tezdən gəlmişdi. Özü şəxsən oxudu. Çox da hoşuma gəldi. İş elədi ki, bu oyunu yatırımınızdakı, truppanızdakı ən yaraşıqlı aktiyona verərsiniz. Baş üstə. Deməli razılıq verirsiniz, elədir? Nədir? Yenə bir nəsə qəmbər qolu çıxdı. Səyhat Özaldı. Hamletlə Julietta qucaqlaşırlar. Keşikçi gəlir. Bu nə bir avraçalıqdır, deyir. Onlar aralanırlar. Sonra keşikçi onlara yaxınlaşır. Qəhqəhə çəkib gülür. Sonra heç nə olmamış kimi özündən razı halda keçib gedir. Burada nə xoşunuza gəlir? Mənə gəlir ki, burada biraz risk olub, biraz yersiz. Sizin də burovun özü yersizdir. Xahiş edirəm, mənim vəziyyətimi başa düşün. Hamletlə Julietta düz küçənin ortasında qucaqlaşırlar. Ha? Bəli, bəli. Polis gəlir. Keşikçi. Ha, onlar aralanırlar. Bəli, bəli. Sonra polis onlara yaxınlaşır. Keşikçi. Şapkalar çəkib gülür. Özündən razı halda çıxıb gedir. Polisin davranışında məntiq yox. Məntiq, cavan oğlan, məntiq. Tutaq ki, öz əvvəlsini gəzir, nəzarət edir, baxır. Gəzir. Bəli, gəzir, baxır. Dolanır. Baxır. Və birdən qucaqlaşır. Yaxşı polis belə vəziyyətdə olmaz. Hə? Yaxşı polis burada özünə aparan ki, güya qucaqlaşan cütlüyü görmür. Bəs bu nə edir? Ha? Əvvəl olana qışqırır. Bak. Sonra iş olmamış kimi çıxıb gedir. Ya bax, bu məni qaneləmiş. Axı niyə siz hər şeyə birmənalı yanaşırsınız, baxırsınız? Eğer bu cütlüyü ictimai asayişi mühadisesi bakımından onu qətiyyən maraqlandırmırsa, onda niyə polis bunu? Keşik. Bu artıq dəhşətli yoxdur, bu fəlakətdir. Bəli, fəlakətdir. Bu ədəbi təftişdir. Bu əbədi mübahisədir. Məyər siz bilmirsiniz ki, bu əsər bir cəfəngi yaptı. Polis rəisinin xoşuna gəldi axı. Burada qərarı mən verəcəm. Narahat elədiyim üçün üzr istəyirəm. Deyirəm bəlkə Nə məsəl üçün. deyirsiniz? Nə deyirsiniz? Ağzıma bir fikir gəldi, deməyə də utanıram. Hadi indi, məndən işlərə. Öyle fikir vermeyin, ben de kimden kötüsüne məsləhət verirəm. Deyirəm bəlkə polis kimi nəsə axtarsın, tutaq ki, deyə sorğu. Keşikçi! Qaça səhniyə gələndə, önümdə qucaqlaşan cütlüyə biraz gəlsin. Yaxşı, həm də çox gülməlidir. Polis onlardan buradan işe çeşmet diye soruşur. Olur da analarınla. Keşikçi, qaçıb gedirik. Hamletlə Julietta yenidən ehtirasla. İtiraz yok canım, ben hamle. Ben. Keşikçi, yenidən qayıdır. Kaydır yerinden. Kaydır, hamle. Soruşur ki, oradan heç kəs keçmir. Keçmedi. Onlar yine de Cütlüyü yenidən. Kudalaşırlar sonra. Yo, aralanırlar. Aralarım. Gördün? Görün. Əla, bax, indi o özünə silah keşişsi kim apar? Gəl bu vəziyyətdə oynasın. Hə? Bak siz buluşuz keşikçi. Ben de Hamlet'le Julietta oynuyorum. Ha? Hamlet'le Julietta yeniden kucaklaşılır. Ah, əzizim Julietta. Benim Hamlet'im. Siz gelmemişsiniz. Keşikçi uzaktan gelir. Uzaktan gelir. Ah, əzizim Julietta. Benim Hamlet'im. Niye kuyruğunuzu
Siz gelmelisiniz. Ben neylemeliyim ben? Siz dayan dışkıra değilsiniz. Konuşursunuz. Dayan değilsiniz. Sonra dışkıra soruşursunuz ki burada ne şey eskiden. Aydın da. Ha, bir delilik. Azizim Julietta. Benim hamiletim. Buradan hiç yaz geçmedi. Dışkıra gelirsiniz. Bir yaşasın. Benim aktörlük kabiliyetim yoktu. Bunları bilmiyorum. Bir delilik. Azizim Julietta. Benim hamiletim. Dayan. Buradan hiç yaz geçmedi. Çok yaxşı. Cənab müfəttiş, əla oynadınız. Çox yaxşı oynadınız. Bir deyirik, bir də. Bir də. Azizim Julietta. Mənim hamilətim. Dayan. Buradan hiç yaz geçmedi. Bir nəfər o tərəfə qaçdı. O tarafa yoksa bu tarafa. O tərəfə. Ha bu tarafta hiç yaz yok. Bəlkə o tərəfə qaçıb. Zehri var. Burada da işim yok. Oraya gittim. Burada da yok. Elgerez. Belirlemelisiniz ki diyesiniz gülüş doğurmasın. Aydındı. Aydın. Teklifinizi kabul edeyim. Kabul ediyorsunuz. Ben Yani siz gülmeli olmayan komedi yazacaksınız. Bəli. Bu mümkündür. Bəli. Bu gayri mümkündür. Mən bacararam. Özünüzden çok razısınız ha. Özümdən razı deyiləm. Özümə inanıram. Bak ya, sonunda sabah sen Meymat'ta görüşürüz. Əsərinizi oxudum. O saat görünür ki, çox əziyyət çəkirsiniz. Əsər əməlli başlı dəyişmişsiniz. Çox Hətta demək olar ki, bu tamam başqa sözdür. İndi deyin görüm cavan oğlan bu ne deməkdir ha? Bu ne deməkdir? Sizə deyilənləri başa düşməmişdiniz. Axı sizə deyilmişdi ki, bircə kəlmə gülməli söz olsa, bircə kəlmə gülməli söz olsa icazə verilməyəcək. Deyilmişdi. İndi bu nədir ha? Bu nədir? Bax bu nədir ha? Əsər başdan ayağa gülməlidir ki. Doğrudan. İkinci səhifə Hamletlə Juliettanın izdivac səhnəsi. Julietta çaşıb Hamletə. Julietta çaşıb Hamletə əzizim Romeo deyir. Artıq bilməlidir ha? Romeo Hamlet də cavabında deyir ki, əzizim mənim atam adım Romeo ibn Hamlet ibn Merkutsu'yu. Bu işin Macbeth'ti. Gülürsünüz. Siz de gülürsünüz. Siz hakikaten gülürsünüz. Gülmeyin. Zəhrimar diyecim bu varyantdan bəlkədən daha da gülməlidir. Mən sizdən izahat tələb edirəm. Demiştim axı, gülməli olan bircə kəlmə söz olsa icazə verməyəcəm. Bilirsiniz oxuyub barına qədər neçə dəfə gülmüşəm? 83 dəfə. 83 dəfə. Bu benim için büyük şeref. Mən gülməyən, gülümsəməyən, qımışmayan bir adam 183 dəfə gülmüşəm. İndi də bəzi yerlər yapmaq düşəndə gülməkdən özümüz olmasın. Bəli cənab dramatör, siz çox gözəl, çox lahiyana bir komediya yazmışsınız. Amma Söz ağızdan çıxır da, hə? Bəli, bəli. Siz sözünüzün ağasısınız. bəli, bəli, bəli. Bu əsərə, baxın gülümsəyin, icazə verə bilməzsiniz. Bəli, gedə bilərsiniz. Dayanın. Sağ olun. Ne olur sizə? Dayanın. Ha?
icazə versəydiniz belə. Aha. İcazə versəydiniz belə. Onun üçün artıq heç bir əhəmiyyəti yoxdur. Buyurun. Cemile günü burada olmuyor. O indi siz. Sonra doğulduğu şəhərə qayıdıb oradan da hərbi xidmətə gidiyor. Deməli, gülümsəyək. O hərbi xidmətə getməzdən bir gün əvvəl belə bir əsər yazır. Bəli. Çox qəribə adamdır. Cənab müfəttiş, teatrda əldə elədiyi, öyrəndiyi nə varsa hamısı bu əsərdə. Buyurun. Buyurun o indi sizindir. Bir de bu eseri kim, ne vaxt sahneye koyacak belli değil. Eğer ürəkdən gülmək isteyen, kiməsə rast gəlsəz, bağışlayarsınız ona. Çalışan ölməyəsiniz. O sizə ölməyə icazə vermir. Mən sizə ölməyə icazə vermirəm. Əsərinizi qoruyub saxlayın. Əsərinizi qoruyub Çünki saxlayacağım söz inanır verirəm. ki günlərin bir günü siz nə vaxtsa onu hazırlayacaqsınız. İnanıram. İnanıram günlərin bir günündə nə vaxtsa siz onu mütləq hazırlayacaqsınız. Ona görə də sağ salamat qayıt. Buna görə də çalışın ki, sağ salamat qayıdın. Və sizə təşəkkür edirəm. Sizə təşəkkür Mənim gözlərimi açdınız. Onun gözlərini açdınız. Mən artıq doğulandan Doğulduğu bəri gün, bixəbər doğulduğu olduğum, gündən heç vaxt bəri heç vaxt fərqində fərqində olmadığım olmadığı bir bir dünyanı dünyanı görməyə görməyə başlamışam. O gün nə öyrəndin? Mən gülməyi öyrənmişəm. Bu həyatda bu qədər gülmüşəm ki, heç ömrümdə bu qədər gülməmişdim. Səsinizi hər gün dönə-dönə evə aparırdınız. Birisini her gün döne okuyurdum, ev aparırdım. Ve doyunca gülürdüm güldükçe de onu yazan insanın müdürlüğüne. İstedadına heyran qalın. İstedadına heyran kalırdım. Çalışın tez qayıdasınız. Çalışın tez kaydasınız, sağ salamat. Sağ salamat qayıdasınız. Ben istedim ki siz O istəyir bundan ki, sonra yeni piyesler Yeni piyesler yazasınız. yazasınız. Yeni Yeni tamaşalar tamaşalar hazırlayasınız. hazırlayasınız. Ve ben de bu O da tamaşalarda sizin tamaşalarda oynasın. Mən də sizə təşəkkür edirəm. Sizin gözləriniz açıldı. Artıq siz doğulandan bəri bir xəbər olduğunuz, heç vaxt fərqində olmadığınız bir dünyanı görməyə başlamışsınız. Siz gülməyi öyrənmişsiniz. Bu həftə o qədər gülmüsünüz ki, hər ömrünüzdə bu qədər gülməmişdiniz. Hər gün piyesi evə aparırdınız, dönə-dönə oxuyurdunuz, oxuyub gülürdünüz. Gördükcə onu yazan adamın istedadına və müdrikliyinə heyran qalırdınız. İstəyirəm mən qayıdıb gəlim, yeni piyeslər yazın, tamaşalar hazırlayın, siz də bu tamaşalarda oynayasınız. İki rahib məbədə doğru yola düşürlər. Onlar yolda çox gözəl, füsunkar, çox cazibədar bir qadına rast gəlirlər. Qadın onlardan xahiş edir ki, nə olar məni də özünüzlə bu yola götürün. Rahiblər tərəddüd edirlər. Qadın israr edir. Beləliklə üçü də məbədə doğru yola düşürlər. Bir qədər gedəndən sonra onlar bir dəriyə rast gəlirlər. Bu dərə uzun sürən yağışdan sonra
palçıqlı, çirkablı bir bataqlığa çevrilmişdi. Oradan keçmək mümkün değildi. Qadın rahiblərdən xahiş eləyir ki, nə olar məni bu çirkablı bataqlıqdan keçirin. Rahiblər tərəddüd eləyirlər, qadın israr eləyir. Rahiblər tərəddüd eləyirlər, qadın israr eləyərək deyir ki, razı olmazsınız ki, mən bu bataqlığın çirkabına bulaşım. Rahiblərdən biri dözməyib qadını qucağına alır, onu bu çirkablı bataqlıqdan çıxarmağa çalışır. Rahib bu qadını o çirkablı bataqlıqdan çıxarmağa çalışarkən, qadın qeyri-adi hərəkətlər eləyir, onu sığallamağa çalışır, onu öpməyə çalışır, sanki onu yolundan azdırmaq istəyir, sanki onun ağlını başından almaq istəyir. Rahib isə buna əhəmiyyət vermir. Qadını o çirkablı bataqlıqdan çıxarıb yerə qoyur. Qadın elədiyi hərəkətlərə görə peşman olur, dönə-dönə üzr istəyir, rahibə təşəkkür edir. Onlar yenidən məbədə doğru yola düşür. Bir xeyli gedəndən sonra qadın dayanıb deyir ki, mənim yolum burada ayrılır. Bir də təşəkkür eləyib öz yoluna davam edir. Rahibin bu hərəkəti digər rahibin xoşuna gəlmir, amma yol boyu səsini də çıxarmır. Beləliklə onlar məbədə doğru yol gedir. Şəhər qarışanda məbədin qapısına çatırlar. İçəri girməzdən əvvəl rahiblərdən biri qadını qucağına almış rahibə deyir ki, hər halda sən o qadını qucağına aldın. Qadını qucağına almış rahib isə cavabında deyir ki, bəli, mən o qadını qucağıma aldım. Onu o çirkablı bataqlıqdan çıxarıb yerə qoydum. Sənsə hələ də onu qucağında daşıyırsan, deyir. İkisi də məbədə daxil olur.